Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Esselamu aleykum ve rahmetullah. Demək, əziz müsəlmanlar, bugün də Allah Azza və Cəllə nəsib eləyərsə, Saydul Xatir kitabından qaldığımız yerdən oxumağa davam edəcəyik. Müəllif sözünə davam edərək buyurur ki, Faslun beynə uləmə'il dünya və uləmə'il əxirə. Dünya və axirət alimləri arasında bir fəsil. Mövzunun başlığından gördüyümüz kimi, müəllif bugün bizə alimlərdən danışacaq. Müəllif onları ikiyə bölür. Onlardan kimisi dünya əhlidir, kimisi də axirətini istəyən, axirətini düşünənlərdir. Və davam edərək buyurur ki, Təəmməltu təhasudə beynəl uləməi, fərəaytu mənşəəhu min hubbid dünya. Alimlər arasında olan həsədə diqqət yetirdim və onun qaynaqlandığı yerin dünya sevgisindən olduğunu gördüm. Yəni, baxdım ki, alimlər, söz sahibi insanlar, elm adamları, bunlar arasında bir qarşılıqlı həsəd var. O buna həsəd edir, bu onun paxıllığını çəkir, onun gözü götürmür və bunun səbəbinin də dünya sevgisinin olduğunu gördüm. Və davam edərək buyurur ki, فَإِنَّ عُلَمَاءَ الْآخِرَةِ يَتَوَادُّونَ وَلَا يَتَحَاسَدُونَ. Həqiqətən axirət alimləri isə onlar bir-birlərini sevərlər və bir-birlərini həsəd etməzlər. Kəmə qalə Azza və Cəl, necə ki Allah Azza və Cəl dedi, وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا. Onlar deyir kökslərində digərlərinə, yəni qardaşlarına verilən şeylər barəsində bir istək, bir ehtiyac duymazlar. Yəni onların paxıllığını çəkməz, onları göz götürməzlik etməzlər. Bu, möminlərin, bu bir-birini Allah üçün sevənlərin sifətidir. Və müəllif davam edər buyurur ki, və qalə Teala, həmçinin Allah Azza və Cəllə dedi ki, وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا. Allah Azza və Cəllə Haşr surəsində buyurur ki, onlardan sonra gələnlər deyərlər ki, ey Rəbbimiz, bizi və imanda bizi ötüb keçmiş qardaşlarımızı bağışla və deyir, bizim qəlbimizdə onlara qarşı bir kinə, bir kudurətə yol vermə. Müəllif burada bizə iki ayət zikr edir və hər iki ayətdə Allah Azza və Cəllə yəni bir-birini Allah üçün sevən qardaşlarının vəsiflərindən, onların sifətlərindən danışır. Yəni Allah Azza və Cəllə bu ayədə əslində bizi tərbiyə edir. Düzdür, mövzumuz alimlər olsa da, elm əhli olsa da, əslində burada hər bir müsəlman üçün götürüləcək bir pay var. Çünki həsəd təkcə alimlər arasında deyil. Çox təəssüf ki, bu günləri biz yəni özümüzə nəzər salsaq, sıravi müsəlmanların da bundan amanda olmadığını görərik. Yəni nə qədər insanlar var ki, müsəlmanlardan nə qədər var ki, qardaşlarına qarşı bir həsəd duyğusu yaşayırlar, bir paxıllıq duyğusu yaşayırlar. Yəni bu bəzən elmdə öndə getmək ola bilər, bu bəzən iş, karyera həyatında öndə getmək ola bilər, bu bəzən insanların, bir şəxsin insanların içində sözü keçməsi, ad-san sahib olması, hörmət sahibi olmasından ola bilər. Baxırsan ki, qardaşın onu gözü götürməyə bilir. Yəni normalda insanların hamısının qəbul etdiyi bir şəxs var. Yəni o insan danışanda hər kəsə xoş gəlir, məqbul danışır, doğru bir şeylər edir, bir iş görərkən, bir çalışma edərkən doğru edir. Amma mütləq ki, həmişə bir nəfər, iki nəfər, üç nəfər tapılır ki, buna bir söz qoşur. Yəni buna bir miz qoyur, hər şey bəyənmir, hər şey bir şey tapır. Əslində oturub bu məsələdə təfəkkür etsək, o insanın dərdini anlamaya çalışsaq, başa düşərik ki, bu həsəddən dolayıdır. Gözü götürməməkdən dolayıdır. Yəni, məsələ nə o öndə olan insanın danışması deyil, nə o elm adamının danışdığı, dediyi söz deyil, nə iş görən adamın gördüyü iş deyil. Bunların hamısı qaydasındadır. Amma qəbul etmək istəməyən insan, gözü götürməyən insan mütləq ki, bir şey tapıb, bir bəhanə ilə o şeyin etibarını salmağa çalışacaq, onu insanların gözündə zəif düşürməyə çalışacaq. Bu, yəni o insan bəlkə də bunun fərqində deyil, bəlkə də bununda yəni gizlidir, amma çox təəssüf ki, bu həsəd xəstəliyidir. İbn Teymiyyə, Allah ona rəhmət etsin, gözəl bir sözü var. Deyir ki, həsəd hər kəsin içində var, hər kəsdə var. Həyalı olan insan onu gizlədir. Həyasız olan insan isə onu bürüzdə verməyə çalışır. Biz bilməliyik ki, Allah Azza və Cəllə yəni öz imtihanı gərəyi, yəni qullarını imtihan etməsi gərəyi, Allahın sünnəti olaraq Allah Azza və Cəllə bizim fitrətimizə bəzi hissləri qoyub. Və bunlardan biri də qısqanclıq, bunlardan biri də həsəd hissidir. Kimlər ki, Allahdan qorxacaq, kim ki, qardaşlarını Allah Azza və Cəllə rızası üçün sevəcək, nəfsini tərbiyə etməyi bacaracaq, o insan bunu bastıracaq.
Və bu məsələdə yaxşı məndə nəfsini tərbiyə edəcək. Kim ki bu barədə Allahdan haqqı ilə qorxmayacaq, nəfsini islah edə bilməyəcəksə, yeri gələcək ki, artıq qarşısını almaq istəsə bunun qarşısını ala bilməyəcək. Əslində, həsəd edən insanın problemi təkcə qarşı tərəfə zərər verməsi deyil. Əslində, həsəd edən insanın özünlə Rəbbi arasında bir problemi var. Çünki həsəd nəyə edilir, qardaş? Həsəd genəldə insanların xoş görüb, övdüyü bir şey edilir. Bu, gözəl boy-buxun ola bilər, Allahın verdiyi yaraşı ola bilər, mal-mülk ola bilər, gözəl ailə ola bilər, bir elm ola bilər, bir danışıq qabiliyyəti ola bilər, gözəl iş görmə ola bilər və yaxud insanlar içində Allah Azza və Cəllə sənə bir izzət verər, sənə bir hörmət verər. Hansı ki, yəni insanların genəlini bəyəndiyi, sevdiyi bir şeylər. Allah Azza və Cəllə birinə verir, digərini alır. Və həsəd edən insan əslində işin pərdə arxasında nə demiş olur? Mən Allah Azza və Cəllənin təqsimatına razı deyiləm. Niyə bunu deyirəm, qardaş? Çünki hamımız etiqad edirik ki, bugün üzərimizdə olan bütün nemətlər İstir məndə olsun, səndə olmasın və ya səndə olsun, məndə olmasın. Sənli, mənli, bizli. Hamımız olan bütün bu nemətlər kimin təqsimatıdır? Allah Azza və Cəllənin təqsimatıdır. Allah Azza və Cəllə nemətləri bölüşdürüb. Mənə onu verib, sənə pul verib, o birisinə gözəllik verib, o birisinə şan şöhrət verib, o birisinə gözəl danışıq qabiliyyət verib, kimisinə gözəl ailə verib, kimisinə gözəl övlad verib, birinə boy-buxun verib. Allah Azza və Cəllə hərəyə bir şey lütf verib. Bu, aləmlərin Rəbbinin təqsimatıdır, bölüşdürməsidir. Və bir qul bunu qəbul edə bilməyəndə, bunun ondan getməsini istəyəndə və ya özündə yoxdur deyən, başqasından da qəbul etmək istəməyəndə əslində halda nə demiş olur? Mən buna razı ola bilmirəm. Bax, bu insanın bu barədə Allah Azza və Cəllənin təqsimatına, ədalətinə və qədərinə etiraz etməsidir və insanın bundan xəbəri yoxdur. Ona görə bu gizli xəstəliklərdən ki, insan bunu müalicə etməlidir. Əgər bir insan Allah Azza və Cəllənin təqsimatına rıza göstəribsə, qədərə təslim olubsa, demək nə deməlidir? Əlhamdülillah, Allah Azza və Cəllə belə məsləhət bilib, məsələn, qardaşım məndən daha yaraşıqlı edib, bu bacımı məndən daha qabiliyyətli edib, o daha gözəl yemək pişirir, filan kəs məndən daha təmizkardır, əlhamdülillah, Allah Azza və Cəllə ona verib, və ya mənim malım var, onun elmi var, və ya mənim elmim var, onun malı var. Yəni, insan nə deməlidir? Həmd eləməlidir, Allah Azza və Cəlləyə təslim olmalıdır, həm o qardaşı üçün dua etməlidir, həm də öz nəfsini bundan qorumalıdır. Sonra müəllif davam edərək buyurur ki, وقد كان أبو الدرداء يدعو كل ليلة لجماعة من إخوانه. Müəllif buyurur ki, Əbu Dərdə radiyallahu anhu sahabədəndir. Hər gecə qardaşlarından bir topluluğa dua edərdi. Subhanallah lazım. Yəni necə də tərbiyə edici, örnək olası bir əməldir. Yəni bu mümkündür ki, hamımız bunu yaşamışıq. Qardaşlarımızın içərisində bizə digərlərindən daha yaxın olan, digərlərindən daha sevimli olan qardaşlarımız var. Müsəlmanların hamısı bizim qardaşımızdır. Bu öz elində. Amma bəzi qardaşlarımız var ki, onlar yeri gəlir xasiyyət baxımından, xilqət baxımından, yaşantı baxımından və ya dünya görüşü baxımından və ya elmi səviyyədən bizə digərlərindən daha yaxın olur. O bizim artıq sirdaşımız olur, bizim dostumuz olur və özəlliklə belə yaxın qardaşlarımız üçün dua etməmiz həm onlara qarşı qəlbimizə sevgini artırır, həm onlara qarşı bizi həsəddən qoruyur, həm də mən onun üçün gizlində dua etdikdə, qiyabında dua etdikdə, Allah mələklər də eynisində sənin üçün olsun deyə bizə dua edirlər. Bax, bu əsl ixlaslı bir qardaşlığın göstərgəsidir. Allah üçün sevmənin göstərgəsidir. Kim bilmək istəyirsə ki, qardaşını Allah üçün sevir, ona həsəd etmir, qoy halına baxsın ki, o qardaşının xeyrinə, ondan xəbərsiz onun xeyrini görəndə sevinirmi? Onun başına gələn şəri üzülürmü və onun üçün dua edə bilirmi, onun xəbər olmadan? Əgər bu sifətləri özümüzə cəm edə biliriksə, demək ki, Allah'a son səmd olsun, Allah Azza və Cəllə bizə o ixlaslı qardaş olmaq nimətini bəxş edib. Və sonra müəllif davam edərək buyurur ki, وقال الإمام أحمد بن حنبل لولد الشافعي. İmam Əhməd ibn Hanbal rahimehullah İmam Şafinin oğluna bu deyir ki, Əbuke minəs-sittətil-ləzinə əd'u ləhum kullə leylətin vaqtəs-sahar. Deyir ki, sənin atan mənim hər gecə səhər vaxtında, yəni sübhə yaxın, özü üçün dua etdiyim 6 nəfərdən biridir. Demək ki, İmam Əhmədin yanında onun üçün daha əziz olan 6 nəfər var. Onlardan biri kimdir? İmam Şafinin oğlu. Və deyir, İmam Şafi. Və oğluna deyir ki, bax, sənin atan da onlardan biridir ki, mən hər gecə səhər vaxtı onlar üçün dua edirəm. Subhanallah lazım. Yəni, necə gözəl bir qardaşlıq örnəyidir ki, bax, bizim sələfimiz, bizim alimlərimiz bizə hər məsələdə örnək idilər. Yəni,
İstər elm baxımından, istər təqva baxımından, istər qardaşlıq baxımından, istər əməl baxımından. Çünki onlar elmlərin haqqını verirdilər. Onlar öyrəndiklərinə əməl edirdilər. Onlar Peyğəmbər sallallahu əleyhi və səlləmdən, Allahın kitabından və onun Rasulunun sünnətindən həqiqi qardaşlığı anlamışlar, öyrənmişlər və öyrəndiklərini də həyatlarına tətbiq edirdilər. Allah azza və cəllə bizə də o cür qardaşlıq nəsib etsin. Allahumma amin. Sonra müəllif davam edərək buyurur ki: "Vel emru fariqu beynel fi'atayn." Deyir, bu iki tayfa arasındakı ayrıcı məsələ nədir? Ənə uləmə dünya yanzuruna ilə riyasəti fiyhə. Dünya alimləri o dünyadakı mövqeyə, başçılığa, söz sahibinə baxırlar. Yəni, dünya əhli olan alimlər, dünyanı istəyən alimlərin əsas məqsədi nə olur? Mən önə keçim, mən bir söz sahibi olum, mənim bir başçılığım olsun, insanlar mənim sözümü dinləsin, insanlar məni itaat etsin və Allah qorusun, bu çox böyük bir qəlb xəstəliyidir. Necə ki, məşhur bildiyiniz hədis var. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət gün cəhənnəm 3 şəxsən alovlandırılacaq. Onlardan biri də kimdir? Allahın elm verdiyi alim. Allah azza və cəllə burada bizə onun ixlassızlığından danışır. Allah azza və cəllə ona sual verəcək ki, nə etdin? Deyəcək, ya Rabbi, mən öyrəndim və sənin rızan üçün öyrətdim. Allah azza və cəllə deyəcək ki, yalan danışırsan. Sən öyrəndin ki, sən desən alimdir, fəqihdir, bilir və sən bunu dünyada qazandın, atın onu özü də cəhənnəmə. Allah azza və cəllə bu adamın ixlassızlığını ortaya çıxardır. Qəlblər Allah azza və cəllə əlindədir. Bax, bu da ixlassızlığın bir növüdür. Yəni, insan oxuyur, öyrənir ki, nə olsun? Dünyada bir söz sahibi olsun. Məclislərdə başda otursun. Hər yerdə o danışsın. Hamı onun ağzına baxsın. Allah qorusun. Yəni, bu ixlassızlığın bir növüdür. Və özündə bunu hiss edən hər bir kəs, hər bir elm tələbəsi, hər bir alim, hətta alim elm tələbəsi olmasa belə, digər söz sahibi olan, başçı olan, ağsaqqal olan, sözü dinləyən hər bir insana aiddir ki, bu barədə qəlbini yoxlasın. Yəni, mən həqiqətən bu şeyi, bu əməli insanlar mənə hörmət etsin, məni təzim etsinlər deyə mi edirəm? İnsanın fitrətində bu varmı? Bəli, insanın fitrətində bu var. İnsanın fitrətində sevilmək, hörmət görmək, təzim etmək istəyi var. Amma insan bunu doğru şəkildə həddəməsə, insan bunu tərbiyə edə bilməsə, Allah qorusun, bu önə keçmək istəyi, bu başda olmaq istəyi, bu məşhurluq istəyi onu həlaki doğru aparar və ibadətlərində ixlassız bir hala salar. Və sonra buyurur ki, yuhibbuna kəsrətəl cəmi vəs-sənə. Onlar deyir, yəni topluluğun çoxluğunu, yəni ətrafında çoxlu insanların olmasını və övgüləri sevir. Sevir insanlar onun ətrafında toplansın. Ona gözəl sözlər desin, onu tərifləsinlər. Sən maşallah beləsən, eləsən, yaxşı ki varsan, nə gözəl işini görürsən. Yəni Allah elinə bərəkət versin. Beləsən, bu insan tərifi sevir. Yəni insanın fitrətində tərifləmək istədiyi ki var, amma insan bunu boğmasa, insan bunun öhdəsindən gəlməyə çalışmasa, Allah qorusun bunun arxasıca düşər və qiyamət gündə əlində, oğuzunda salih əməl adına heç bir şeyin qalmadığını görər. Və sonra müəllif axirət alimlərindən danışıq buyurur ki, və uləməl əxirəti bimə'zəlin min izər zəlik. Amma axirət alimləri isə bu şeyləri üstün tutmaqdan uzaqdadırlar. Yəni onlar bunu üstün tutmaqlar. Onların dərdi dünya, dünyanın içindəkilər, səna, övgü, topluluq, ətrafında cəmaatın olması, onların dərdi bu deyil. وَقَدْ كَانُوا يَتَغَفَّفُونَ وَيَرْحَمُونَ مَنْ بُلِيَ بِهِ. Onlar qorxarlar. Yəni bu şeydən həzər olardılar. Qorxarlar ki, birdən yəni mən bununla imtihan olunaram. Və bu bəlaya düşənlərə də acıyardılar. Yəni onlara mərhəmət hissinə baxarlar ki, insan bu fitnəyə düşüb, bu bəlaya düşüb. Biz də ən birinci öz nəfsimizi, istər alim olaq, istər elm tələbəsi olaq, istər alim və elm tələbəsi olmasaq da, insanlar içində sözü keçən, başçı olan, öndər olan, axsaqqal olan insanlara aiddir. Ən birinci öz nəfsimizi bu barədə islah etməyə çalışmalıyıq. Nə üçün insanların önündəyik? Nə üçün insanlara danışırıq? Nə üçün qabağa keçmişik? Nə üçün oxumuşuq? Nə üçün öyrənmişik? Nə üçün əlimizi daşın altına qoyub insanların qabağına keçib önündə olmağa çalışmışıq? Aləmlərin Rəbbi olan Allah Azza və Cəllənin rızası üçünmü? Yoxsa dünyada tərəflər eşidib, insanlar mənim ətrafıma, insanlar mənim başıma toplansın deyə. Çox təəssüf ki, bugün bunun bir neçə örnəyini görə bilirik. Özəlliklə elm tələbələrinin arasında. Yəni bu həsədi qıraqdan görməmək mümkün deyil. Sezməmək mümkün deyil. Yəni eyni əqidəni daşıyan insanlar, eyni dəvətin yolcusu olmağı iddia edən insanlar bir-birlərinin gözləri götürməmək, bir-birlərinin məclislərinə gəlməmək, bir-birlərinin dəvətinə yardımcı olmamaq, bir-birlərinin dəvətini paylaşmamaq, bir-birlərinin dərslərini paylaşmamaq. Əgər məqsəd Allah Azza və Cəllənin dininə xidmət eləməkdirsə, Allah Azza və Cəllənin dininə xidmət eləyib onu yaymaqdırsa, əgər o danışan insan haqqı danışırsa, bu ha mənim ağzımdan çıxdı,
ha başqasının ağzından çıxdı. Önəmli onun ortaya gəlməsidir. Və yaxud İslam adına bir çalışma edilir, bir yardım kampaniyası düzənlilir. Yəni gözəl bir iş görülürsə, şərt deyil bunu kim edib, orta kimin adı hallanır. Əgər bizim bu işə bir qrup olmaqdakı məqsədimiz alimlər Rəbbin rızasıdırsa, varsın heç bizim adımız orada çəkilməsin. Alimlər Rəbbi ki bunu görür, mələklər ki bunu yazır, bizə qiyamət günü bəs eləyir. İmam Şafi Allah ona rəhmət etsin, nə deyirdi? İstəyərdim ki, insanlar məndən öyrənsinlər, amma heç bir şey mənə nisbət eləməsinlər. Yəni bunu istəyərdim, yəni gəlsinlər, öyrədim, bildiklərimi onlara aktarım, amma deməsinlər ki, Şafi bizə belə dedi, Şafi bizə belə dedi. Bax bu insanların riyadan qorxmağı, bu insanların ixlaslarını itirməkdən qorxmaları nə səviyyədə idi ki, insanlar tanınmamaq üçün hər şey edirdilər. Tanınmamaq üçün əldən gələn edirdilər. Çünki bilirdilər ki, tanınmaq, şöhrət bir təhlükədir. Yəni bir tələdir. Allah Azze ve Celle qorumasa, insanı bundan mühafizə etməsə, yəni insan onun fitnəsinə düşər və həlak olar. Və sonra davam edərək buyuruyor ki, وَكَانَ النَّحَيْ لَا يَسْتَنِدُ إِلَى سَارِيَ İmam Nəxai rahimehullah o deyir, heç vaxt deyir, o müəllimlərə xas bir duruş var. Yəni görmüsünüz dərslərdə, elm halqalarında, yəni öncü olan, qabaqda olan hocaların, müəllimlərin bir duruşu olur. Tələbələrin qabağında çıxış edərkən genələn, yəni bu insanlar kibirli şəkildə durarlar. Məsələn, bir yerə söykənər, belə baxar tələbələrə və yuxarıdan aşağı danışar və deyir ki, Nəxai rahimehullah bunu etməzdi. Yəni o müəllimlərə xas bir duruşla durmazdı. Və sonra davam edir buyurur ki, وَقَالَ Alqamə rahimehullah buyurur ki, əkrahu ən yuta'a aqabi və yuqal alqamə. Və deyir, mənim deyir, ardımca gəlməsini kərif görürəm. Yəni insanların toplanıb mənim ardımca gəlməsini və bu alqamədir deyib də, yəni məni işarət etmələrini mən bu şey kərif görürəm. İnsanlar mənim başıma toplansın, mənim arxamda gəlsinlər, mənim adımı çəksinlər. Və sonra davam edir buyurur ki, وَكَانَ بَعْدُهُمْ إِذَا جَلَسَ إِلَيْهِ أَكْسَرُ مِنْ أَرْبَعَ قَامَ عَنْهُمْ. Onlardan bəzilərdə, yəni sələfdən, salihlərdən bəzilərdə onların yanına artıq 4 nəfərdən artıq gəlib oturarlarsa, durub gedərdi. Artıq baxır ki, ətrafına 4, 5 nəfər, 6 nəfər yığıldı, durub gedərlər. Çünki insanlar şöhrət sevmirdilər. Qorxurlar. Yəni nəfslərini tərbiyə edə bilməməkdən, bunun fitnəsinə düşə bilməkdən qorxurdular. Bu cür topluluqlardan, ətrafında topluluğu yığıb onu övməsindən qorxan sələfimiz ara, bu günləri bizim halımız ara çox təəssüf ki, yəni biz bu məsələdə onların yolunu izləyə bilmirik. Yəni heç kəs bu barədə öz nəfsini təmizə çıxarda bilmir. Allahın rəhmətləri müstəsna. Allah Azze ve Celle istəyir ki, bizə də onların ixlasından versin. Allahumma amin. Və sonra buyurur ki, davam edərək, وَكَانُوا يَتَتَافَعُونَ الْفَتْوَى Və onlar fətvanı da bir-birlərini yönləndirirdilər. Yəni biri gəlib sual verəndə, ya yanında olan birinə və ya ətrafında tanıdığı başqa şeyxlər kimisə var isə, deyir, get filan kəsdən sorur. Və ya deyirdi ki, sən cavab ver. Yəni adamlar qorxurdular. Fətva verməyi belə öz üzərlərinə atırdılar. Və davam edə buyurur ki, və yuhibbunəl xumulə. Və onlar tanınmamağı sevirdilər. Gizli qalmağı sevirdilər. Və sonra davam edə buyurur ki, və məsələl qovmi kəməsəli rakibil bəhr və qad xabbə fəindəhu şuğul ilə ən yuqinə bin nəcə. Və buyurur ki, bu salih insanların misalı fırtına qopmuş bir dənizdə xilas olana qədər ancaq öz canını qurtarmaq ilə məşğul olan dənizçinin misalı kimidir. Yəni, müəllif bizə nə demək istəyir? Bu saydığımız, bu salih insanlar, onların dərdi nə idi, qardaş? Onların dərdi özlərini qurtarmaq idi. Onlar bilirdilər ki, bir fitnənin, bir fırtınanın içindədirlər. Yəni, Allah Azze ve Celle gedən bir yol var. Cənnətə gedən bir yol var. Bu yolda imtihanlar, fitnələr var. Bu yolda axsıracaq, onları geri salacaq, onları tələyə salacaq tələlər var. Və artıq işlər var ki, onların səfərlərini uzadacaq və gecikdirəcək. Onlar sanki bir yerə tələsən insanın halını düşünün. Yəni, ən önəmli işini dalınca gedir. Bu yolda gedərkən filan kəs zəng edir, o birisi çağırır, o birisi deyir, bir dəqiqə sənin işin var. İnsan nə edir? Hamısından uzaqlaşıb, öz işini dalınca getməyə çalışır. Yəni deyir ki, mən tələsirəm, mən məşğulam, mənim öz işim var. Bax, bu insanların misalı buna bənzəyir. Onların böyük dərdi nə idi? Onların ən böyük qayəsi Allah Azze ve Celle'nin yanı idi. Allah Azze ve Celle'nin cənnətləri idi və dərdləri o olduğu üçün onları ondan yayındıra biləcək, o barədə onları fitnəyə sala biləcək nə varsa, ondan uzaq durmağa çalışırlar, qaçmağa çalışırlar. Sözün əsl mənasında öz işlərinə məşğul olmağa çalışırlar. Və sonra onlar arasındakı gözəl bir əlaqəni zikr edə buyurur ki, وَإِنَّمَا كَانَ بَعْضُهُمْ يَدْعُوا لِبَعْضٍ وَيَسْتَفِيدُ مِنْهُ لِأَنَّهُمْ رَكْبٌ تَسَاحَبُوا وَتَوَادُّوا فَالْأَيَّامُ وَاللَّيَالِ مَرَاحِلُهُمْ إِلَى سَفَرِ الْجَنَّةِ.
Müəllif buyurur ki, onlardan deyir, bəziləri digərlərinə dua edərdilər və onlardan faydalanırlar. Yəni biri digərindən faydalanardı. Çünki deyir, onlar deyir, yoldaşlıq edən və bir-birlərini sevən bir qafilə, bir topluluq idilər. Gecələr və gündüzlər isə onların cənnətə gedən yollarında mərhələlər və keçidlər idi. Yəni onlar cənnətə doğru bir yol gedirdilər. Yəni bu salih insanlar sanki bir topluluqdur, bir qafilədir, yola çıxıb səfər edirlər. Onların arasındakı cənnətə gedən yolda gecələr və gündüzlər var ki, onlar bu mərhələləri keçərək ora ulaşmağa çalışırlar. Yəni onlar yollarına şaşmadan, yollarına çıxmadan yollarına davam edirlər. Bu gecələrin və gündüzlərin bir-birini əvəz etməsi isə sadəcə bu yoldakı mərhələlər və keçidlərdir. Onlar da Allah Azza və Cəllənin rəhməti ilə bunları keçirdilər. Müəllif burada bizə çox gözəl dərs verir, bizi tərbiyə edir. Yəni yenə də qəlb əməllərinə toxunur. Vallahi bu böyük bir fitnədir. Yəni istər alim olsun, istər cahil olsun, müsəlmanların arasında, yəni bu bəlkə də düzəldəcək ən önəmli məsələlərdəndir. Çünki çox şey buradan başlayır. Yəni həsəd, kin, küdurət, göz götürməmək nə qədər fitnələrə, nə qədər qardaşlıqların bitməsinə, nə qədər Allahın verdiyi nemətin zayi olub getməsinə səbəb olur. Bilirik ki, həsəd təkcə insanı qəlbini məhv etmir. Həsədin qarşı tərəfə zərərləri var. Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisində buyurur. Sizlərdən biri qardaşında bir şey təriflədikdə onun üçün bərəkət diləsin. Ona bərəkətlə dua etsin, çünki həqiqətən gözləmə haqdır. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, göz insanın qəblə dəvəni qazana salar. Yəni həsədlə gözləmə, yəni demək olar ki, qardaşdırlar və insan bəzən sevdiyindən, bəzən də sevmədiyindən həsəd edir. Yəni şərt deyil ki, hər həsəd edən insan, hər gözü götürməyən insan kinindən, küdurətindən, sevmədiyindən etsin. Yox, bəzən insan sevdiyinə də həsəd edə bilir. Cahilliyindən, unutqanlığından, bərəkət diləməməsindən. Ona görə bu barədə öz nəfsimizi islah edək. Əgər bizdə olunmayıb da qardaşımızda olan bir şey görsək, istər dünya nemətlərindən, istər axirət nemətlərindən, içimizdən ən birinci bərəkət diləməyi unutmayaq. Allah Azza və Cəllə qardaşıma bərəkət versin. Allah Azza və Cəllə onu bunda sabit eləsin. Allah Azza və Cəllə bu barədə ona Allaha şükür edən qullarını etsin. Və ya Rabbi, mənim qəlbimi də qardaşa qarşı həsəddən qoru. Allahım, qəlbimdə qardaşıma qarşı bir kinə, küdurətə yer vermə. Allahım, bu sənin qədərindir. Sən ona layiq bilmirsən, mənə də bunu layiq bilmirsən deyib, insan Allah Azza və Cəllə onun qədərinə təslim olduğunu göstərməlidir. Vallahi bu qəlbin salamat qalması üçün ən gözəl yollardan biridir insan təklikdə özünü islah etməsi. Allah Azza və Cəllədən istəyirəm ki, Allah Subhanahu taala bizim qəlbimizi bu və bunun kimi xəstəliklərdən təmizləsin. Həm imanda bizdən öncəki, həm də bizlə bərabər olan, həm də bizdən sonraki gələcək qardaşlarımıza qarşı qəlbimizdə kinə, küdurətə, həsədə, paxıllığa, düşmənçilə yol verməsin. Allah Azza və Cəllə bizi bir-birini Allah üçün sevən, ixlaslı olan müsəlman qardaşlardan etsin. Allahumma amin. Allahumma amin. Allahumma amin. Subhanaka Allahumma bihamdik. Əşhədu an la ilahe illa ent. Əstəğfiruka və ətubu ileyk.